Salam uşaqlar, 4-cü kimya dərsimizə başlayırıq. Mən Royal Həmidov. Bu dərsimizdə maddə miqdarı mol mövzusuna aid 37 test tapşırığı hazırlamışam və bu test tapşırıqların həllini izah eləyəcəm. Adətən mən nəzəriyyə və test videolarını ayrı-ayrı çəkirəm, amma niyə bu dəfə nəzəri videoda testlərin izahını verəcəm? Çünki maddə miqdarı həm çətin mövzudur, həm də testlərlə çox sıx şəkildədir. Yəni belə deyək də, test üzərində işləyə bilməsəz, maddə miqdarı mövzusunu nəzəri olaraq əzbərləməyin heç bir mənası yoxdur. Amma nəzəriyyədən öncə istərdim ki, əvvəlcə sizə qısa, daha doğrusu testdən öncə qısa nəzəri məlumat verim. Əslində qalsa keçən dəfəki dərsimizdə, yəni 3-cü dərsimizdə maddə miqdarına aid nəzəri məlumat vermişdik. Sadəcə həmin video keyfiyyətsiz düşdüyünə görə, çünki lövhənin bir hissəsi düşmüşdü, işıq problemi vardı, aşırama düşmüşdü. Həm də ki, belə deyək də, mən istərdim ki, bir də ümumiləşdirmə aparaq, həmin o əsas nəzəri hissəni, əsas materialı, xüsusən də düsturları bir daha vurğulayaq, sonra da testlərə başlayaq. Keçək dərsimizə Avogadro ədədindən başlayaq. Avogadro ədədi 6,2 vurulsun 10 üstü 23-ə bərabər olan ədəddir. Bu çox böyük ədəddir, çünki 10 üstü 23 nə deməkdir? Yəni onu 23 dəfə öz-özünə vurmaq və yaxud da 23-ünə 0 yazmaq. Yəni biz bu ədədin ardıcın 23 0 yazmaq üçün vergüldən azad eləsək, qaldı 21 0. 21 0 da bura qədər yazıb doldura bilərik. Bu qədər sayı ümumilikdə götürüblər 1 mol adlanan vahidlə ifadə ediblər. Mol nədir? Mol maddə miqdarıdır. Yəni 1 mol maddə, 2 mol maddə, 5 mol maddə bu şəkildə götürürük. Yəni 1 mol maddədə 6,2 vurulsun 10 üstü 23 qədər hissəcik var. Misal üçün 1 mol suda 6,2 vurulsun 10 üstü 23 qədər su molekulası var. Və yaxud da ki, nə bilim, 1 mol karbonda bu qədər karbon atomu var və s. Bu şəkildə ümumiləşdirib demək olar. Bu ədədi həm də biz Avogadro sabiti şəklində də yaza bilərik. Avogadro sabiti NA şəklində, yəni böyük N indeksində A Avogadro adının baş hərfidir. Avogadro özü alim adıdır. Deməli, NA da əslinə qalsa ədədi qiyməti 6,2 vurulsun 10 üstü 23-ə bərabərdir. Elə eyni şey deməkdir. Fərqi bundan ibarətdir ki, NA-nın, yəni Avogadro sabitinin vahidi var. Vahidi də mol üstü -1-dir. Çünki hesablamalarda Avogadro sabitini vuranda nüyə, yəni mol miqdarına vuranda molları çıxmaq üçün bu -1 ilə mol vur, mol -1 çıxılır və sadəcə yerdə ədədlər qalır. Amma burada isə bunun vahidi yoxdur. Qısası 1 mol bu qədər hissəcik daşıyır. Bunun əsasında indi molekul sayı, atom sayı necə hesablanır, onun qaydasını izah eləyək. Molekul sayını tapmaq üçün verilən mol miqdarını vurmalıyıq bu ədədə. Misal üçün 2 mol deyirsə 2-ni vuracam bu ədədə, 3 mol deyirsə 3-ü vuracam bu ədədə. Misal üçün 3-ü vuraq, 3-ü vurmaq üçün bu şəkildə vururuq, hələ 10 üstü 23-ə dəymirik. Bu adi vurma qaydasına 3 2-nin 6, 0 3-ün 0, 6 3-ün 18. Görürəm ki, burada vergüldən sağda 2 ədəd var. Burada vergül yoxdur. Nə qədər rəqəm olsaydı, o qədər rəqəmlər sayırıq, sol tərəfə doğru çıxırıq. 2 rəqəmi burada ayırıram. Yəni 18 ilə %6, həmin o 10 üstü 23-ü də gətirirəm bura, 10 üstü 23. Burada vergüldən sonra bir rəqəm qalmalıdır. Ona görə də mən vergülü sola çevirirəm, yəni burada sol tərəfə gətirirəm. 10 dəfə azaldı. Yenidən 10 dəfə artırıb bərabərləşdirmək üçün 10 üstü 23-ü 10 üstü 24-ə çevirirəm. Yəni burada 24 olmağı artıq 10 dəfə artdı. 25 100 dəfə artır. 26 1000 dəfə artır. Və yaxud da 22-yə düşəndə 10 dəfə azalır. Bu ədəd neçə dəfə artıb azalsa, hər bir rəqəm artıb azalmağı, yəni bir ədəd artıb azalmağı 10 dəfə artıb azaltma deməkdir. Bu vergül də sola doğru aparanda 10 dəfə azalır, sağa doğru aparanda hər dəfə 10 dəfə artır. Məsələn, bunu vergül 2 dəfə sağa aparsam 100 dəfə artacaq. Bu riyazi hissədir, bunun üzərində çox durmayacağım. 10 mol dedikdə artıq heç bu hesablamanı aparmırıq. Birbaşa 10 üstü 23-ü çeviririk 10 üstü 24. 100 molda eləyirik 10 üstü 25 və s. Yaxşı olar ki, birdən 10-a qədər ədədlərə vurasınız və təqribi əzbər biləsiniz. Bunun da bir bicliyi var ki, quyruq hissəsinə baxmadan, yəni təkcə 6-nı biz götürsək, 1 mol 6 ilə başlayan bir ədəd olmalıdır. 2 mol 12, 3 mol 18, 4 mol 24, bu şəkildə də yadda saxlaya bilərsiniz. Və bir üsulda deyim ki, məsələn, maddə miqdarı molla aid olan suallarda
bu ədədi əvvəlcə ENA ilə əvəzləyin, ən axırda ENA-nı çevirin, buna vurun, hesablayın. Misal üçün, tutaq ki, hesablama aparırsınız, 0,25 ENA-ya vurmaq lazım məsələn buna. Elə bunu götürün 0,25 ENA, yəni elə vurmayın. 1,505 hesablayıb tapmayın. Ən axırda məsəl üçün indi hesabladınız, topladınız, nə bilim 0,25, nə bilim 0,75 toplayıb qutarandan sonra tapdınız ki, 1,25 ENA. Ən sonda bunu vurun həmin o ədədə. Çünki hər birinin həmin ədədə vur, topla biraz vaxt aparır. Ümumiləşdirsək, 1 molda hissəciklərin sayı Avogadro ədədi qədər 6,2 vurulsun 10 üstü 23 qədərdir. Daha sonra atom sayı isə molekul sayından fərqlənir. Çünki misal üçün biz desək ki, 1 mol suda H2O molekulların sayı Avogadro ədəddir. Amma atom sayı deyəndə biz bilirik ki, H2O-da atomların sayını cəmləyəndə 2 hidrogen atomu var. Burada da ədədin yazılmamağı 1 deməkdir. Bir dənə də oksigen atomu. Cəmi bir yerdə 3 atom var. Ona görə də mən həmin Avogadro ədədin bir də 3-ə vurmalıyam, atom sayını tapmalıyam. Yəni, belə bir düstur verə bilərik. Əgər N molekul sayını axtarırıqsa, onda bərabər olmalıdır. Yer gəlmişən molun işarəsi nü hərfidir. Yunanca nü hərfi belə quyruqlu V kimi göstərmirlər. Molekul sayını tapmaq üçün nü vurulsun N-a. Yəni, mol miqdarını vururam Avogadro ədədinə. Mol miqdarın Avogadro, neçə moldursa onu vururam N-aya, Avogadro ədədinə. Amma atom sayı olanda, yəni N atom sayını tapanda isə düstur belə olacaq. Nü-nü, yəni mol miqdarını vururam N-aya, yəni Avogadro ədədinə. Onu da vururam indekslərin cəminə, yəni N-ə. İndekslərin cəmi bu şəkildə. Məsələn, H2SO4 deyirsə, məsələn 2 mol H2SO4-də nə qədər atom var? Baxıb görürəm ki, 2 molu yazıram bura, Avogadro ədədini yazıram bura, 6,2 vurulsun 10 üstü 23 və indeksini cəmləyirəm. 2 buradadır, yazılmadığına görə demək kükürt 1-dir. 2 üstə 1 üstə 4, yəni 7 atom var. Bir molekulun da içərisində 7 atom varsa, əvvəl molekulların sayını tapıb, sonra 7-yə vuraram. Və yaxud da elə birbaşa 7-2-nin 14-ü vuraram Avogadro ədədinə. Daha sonra molyar kütlə, molyar həcm nədir? Molyar kütlə qısaca desək, elə nisbi atom nisbi molekul kütləsinə bərabərdir. Molyar kütlə M hərfi ilə işarə olunur. M-ə və ya A-ə bərabər olur. Misal üçün, tutaq ki, suyun H2O-nun M-i nəyə bərabər idi? Biz birinci dərsdən öyrənmişdik. 18-ə. 2 birin 2, 16 birində 16, cəmləyəndə 18 ilirdi. Sadəcə molyar kütlədə vahidi var. Qram moldur vahidi. Yəni, 1 mol maddənin qramlarla ifadə olunmuş kütləsi də ədədi qiymətcə də M-ə bərabər olacaq. Molyar həcmdə 1 mol maddənin həcmi Vm ilə işarə olunur, 22,4 litrə bərabərdir. Bunları indi ümumiləşdirək, yəni nə mənada ümumiləşdirək, hansı ki işarələrin və vahidlərin verək. Deməli, hissəcik sayının işarəsi N-dir. Avogadro ədədi, daha doğrusu Avogadro sabitinin işarəsi Na-dır. Molun işarəsi nü hərfidir. Deməli, Na bildiyi ki, Avogadro ədədinə bərabərdir, 6,2 vurulsun 10 üstü 23. Mol da neçə mol deyirsə, məsələn 5 mol, 3 mol, 10 mol, ona bərabər nü şəklində göstəriləcək və bunların hasildə N-i verəcək. Bundan indi biz işarələri dedik, hissəcik sayı, Avogadro sabiti və mol miqdarı. Düsturda belə çıxarda bilərik. M bərabərdir, Na vurulsun nü şəklində çıxarda bilərik. Təbii ki, indi buradan bir neçə düstur da çıxartmaq olar. Vuruq hasil. Yəni, onda biz nü-nü tapmaq üçün, yəni mol miqdarını tapmaq üçün hissəcik sayını bölməliyik Na-ya. Misal üçün, 1,204 veribsə, 6,2-yə bölərəm, 2 molu taparım. Və yaxud da ki, bu şəkildə müəyyən düsturlar, ümumiyyətlə hər bir düsturda bu riyazi hissələri birini çıxardıb digərlərini tapmaq olar. Daha sonra bunun vahidi yoxdur, yəni Avogadro ədədinin vahidi yoxdur. Avogadro sabitinin vahidi isə mol üstü -1-dir. Molyar kütləyə keçəyində molyar kütlənin dedik ki, işarəsi böyük M hərfidir. Molyar kütlənin vahidi qram moldur. Molyar kütlənin düsturu, belə dedi, düsturun ehtiyac yoxdur. Onun üçün ki, uzun-uzadı bəzi qaydalar var. O da testlərə düşmür hal-hazır ki, yəni test toplularında, yəni qəbul imtahanı səviyyəsində lazım deyil. Sadəcə onu bilmək lazımdır ki, kütlənin də işarəsi kiçik M hərfi ilə işarə olunur. O halda, deməli, M bərabərdir, böyük M vur nü düsturun
hazırlamaq olar. Yəni bu nə deməkdir? Yəni kütlə bərabərdir molyar kütlənin mol miqdarının hasili. Misal üçün suyun molyar kütləsi 18 qramdır. Onda 2 mol su nə qədər olar? 18 üçün 36 qram. Nə bilim 3 mol su 3-18-in 54 qram və s. Burada kiçik m hər hansı bir ədəd ala bilər. Böyük m isə sabit bir kəmiyyət olacaq. Yəni maddənin mol miqdarına uyğun 1 molun kütləsi nə qədərdirsə o qədər olacaq. O halda biz nü-nü tapmaq üçün yenə düsturda kənarda çıxarda vuruq hasildir. Ona görə də biz m-i, daha doğrusu kiçik m-i bölsək böyük m-ə nü-nü tapa bilərik. Yəni məsələn tutaq ki 180 qram maddə neçə moldur desə, 180 qram su neçə moldur desə, 180 qram bölərəm suyun molyar kütləsinə, yəni 18-ə taparam nü-nü. Bunlar biraz çətin gəlsə, onsuz da testlərdə hər birində yenə təfərrüatlı şəkildə izah edəcəm. Sadəcə ümumiləşdirmə apardığım üçün burada hər birinin işarəsi, vahidi və düsturun qeyd edəcəm sizə. Daha sonra deməli biz dedik burada molyar həcmin də Vm ilə işarə olunur. Molyar həcm 22,4 litrə bərabərdir. Yəni burada yazaqlar 23,4 litr. Təbii ki, vahidi litrləndir gördünüz burada. Ümumilikdə həcm isə fizikada V hərfi ilə işarə olunur. Belə bir düstur hazırlaya bilər. V bərabərdir Vm vurulsun nü. Yəni nə deməkdir bu? Həcm bərabərdir molyar həcmi vur mol miqdarına. Misal üçün 1 mol maddə 22,4 litrdir. 5 molu vur 22,4-də olacaq 112 litr. Bu hər hansı bir ədəd ala bilər, amma Vm isə sabitdir 22,4 litr. Bundan da təbii ki, düstur çıxarda bilərik. Nü bərabərdir V bölünsün Vm. Yəni həcmi molyar həcmə böləndə nü-nü taparıq. Misal üçün 89,6 litr qaz nə qədər həcm tutar? 22,4-ə bölərəm 4 mol cavabını taparam. Bunlar arasında bir də əlaqə sxeması var. Əlaqə sxemasından əvvəl onu deyim ki, keçən dəfəki dərsimizdə onu ətraflı qeyd eləməmişdim. Məsələn, tutaq ki, biz dedik atom sayı, amma belə bir sual da ola bilər. Məsələn, H2SO4-dəki oksigen atomlarının sayı. Onda bütün indekslərə yox, oksigenin indeksinə vuracağıq. Əlaqə düsturlarını belə ifadə edə bilərik. Ortaya biz molu yazsaq, mol miqdarın. Burada n belə deyək də molekul. Molekul sayını yazsaq, molekul. Burada n atom sayını yazsaq. Burada m, yəni kütləni yazsaq, burada kütlə yazaq. Burada isə v, yəni həcmi yazsaq, bunlar arasında əlaqələr necə olacaq? Ya biz birbaşa kütlədən həcmə, nə bilim, atom sayına, molekul sayına belə də keçə bilərik və yaxud da əvvəl nüyə çevirib sonra keçə bilərik. Bunları 4 hissə şəklində qeyd eləyək. Daha sonra isə bunları belə deyək də, bunları da tam ətraflı, təfərrüatlı başa düşmək üçün keçən dərsimizdə daha ətraflı izah eləmişdim, hər birinin üzərində dura-dura. İndi qısaca izah edirəm. Deməli, biz moldan molekul sayını tapmaq üçün molu vurmalıyam Avogadro ədədinə. Burada Avogadro sabiti şəklində yazıram. Yəni, altdan %2 vurulsun 23-ə vuranda molekul sayını tapa bilərəm. Atom sayını tapmaq üçün isə molu vurmalıyam həm Avogadro ədədinə, həm də indekslərə vurmalıyam, atom sayını tapmalıyam. Kütləni tapmaq üçün molu vurmalıyam molyar kütləyə, yəni böyük M-ə. Məsəl üçün, tutaq ki, kütlə 20 qramdırsa, 5 molsa 5-i 20-yə olacaq 100 qram. Amma həcmi tapmaq üçün isə molu vurmalıyam molyar həcmə V-ə, yəni 22,4 litr yazıram bura. Burada da altımızdakı vurulsun 23 yazaq, yəni ədədləri də burada yazmış olaq. Vururam və həcmi tapmış oluram. Təbii ki, tərsinə də keçəndə, məsələn, həcmdən mola keçmək üçün 22,4-ə böləcəm və ya molekul sayından mola keçmək üçün altımızdakı vurulsun 23-ə böləcəm və yaxud da atom sayından keçmək üçün həmin o ədədə, yəni Avogadro ədədinə böləcəm və indeksə böləcəm. Yaxud kütlədən mola keçmək üçün kütləni molyar kütləyə böləcəm. Yəni, bunun tərsi olan keçidlər. Bəs yaxşı, bir-birinə keçid necə olacaq? Məsələn, kütləsi verib həcmini soruşur. Onda 2 yolla da eləyə bilər. Ya əvvəl kütlədən molu tapıb molu həcmə çevirmək və yaxud da kütlədən birbaşa həcmi tapmaq. Hər iki üsulu da mən bu suallar üzərində qeyd eləyəcəm, sizə göstərəcəm. Keçən dərsimizdən bir-iki nüansları da qeyd eləyək. Sıxlıq nədir? Sıxlıq fizikada rho ilə işarə olunur. Vahid həcmə düşən kütləni bildirir. Yəni, rho bərabərdir m böl v. Yəni, 1 litrdə neçə qram var, neçə kiloqram var, onu göstərir. Yəni, vahid həcmə düşən. Deməli, bu düsturdan biz bunun yerinə qoya bilərik molyar kütlə, yəni böyük m-i və molyar həcm v-mi. Yəni, molyar kütləni 22,4 litrə böləndə sıxlığı ala bilərik. Misal üçün, azot qazının
sıxlığını hesablayaq. Azot qazının kütləsi, yəni molyar kütləsi 28 qram moldur. Və bunun həcmi də 22,4 litrdir. Onda sıxlığı taparam. Nəticədə 28 22,4-ə böləndə 1,25 cavabını taparam qram litr. Daha sonra bəs nisbi sıxlıq nədir? Nisbi sıxlıqdan qabaq onu deyək ki, sıxlıq qazlarda söhbət gedir. Ümumiyyətlə bu Avogadro 22,4 litrdir. Bu qanunlardır, sıxlıq və s. Bunlar hamısı qazlara aiddir. Misal üçün suyun 1 molu 22,4 litr olmaz. Su buxarının 22,4 litr olar. Yəni sırf bunlar qazlara aid olan hesablamalardır. Ona görə də testlərdə çalışmaq lazımdır ki, səhv eləməyək. Deməli, burada bir nüans var. Sıxlıqla kütlə düz mütənasibdir. Yəni, qazın sıxlığı nə qədər? Məsələn, burada 28-dən 56 olsaydı, yenə 22,4-ə böləcəkdi. Olacaqdı 2,5. Deməli, kütlə nə qədər artarsa, sıxlıq da o qədər artar. Yəni, molyar kütlə ilə rho, yəni sıxlıq bir-biri ilə düz mütənasib asılıdır. İndi bir-iki əlavə məlumat da verək. Deməli, həcm haqqında danışaq. Həcm dediyi V ilə işarə olunur. Hər hansı bir qabın, tutaq ki, bu qabda, məsəl üçün, belə deyək də, 5 litrlik bir qabdır. Bunun mən həcmin kiçilsə, məsələn, Porsche ilə, burada Porsche olsa, bunu Porsche-ni yuxarıdan aşağıya doğru sıxsam və eləsəm bunu, məsəl üçün, 2,5 litr. Həcmin azalsam 2,5 litr. Sıxdığıma görə təbii ki, təzyiqi yüksələcək. Təzyiq yüksələcək və sıxlıq da artmış olacaq. Ümumiyyətlə, həcmin işarəsi V-dir, təzyiqin işarəsi P-dir, sıxlığın işarəsi isə rho-dur. Həcm azaldıqca nə oldu? Təzyiq artdı, sıxlıq artdı. Amma həcmi çoxaltdıqca, əksinə, yəni həcmi çoxaltdıqca, təsəvvür ki, bu Porsche-ni biraz da yuxarı qaldırsa 10 litr eləsək. Təbii ki, molekullar bir-birindən aralı olduğuna görə, biraz da aralaşdığına görə təzyiq aşağı düşəcək, sıxlıq da azalmış olacaq. Amma vahid həcmdə, məsələn, bir qabdır, buna müəyyən bir təzyiqi var. Buna mən əlavə qaz doldursam içərisinə, təbii ki, təzyiq artacaq. Çünki əvvəlki molekulların yanına bir də təzə molekullar gəlib, daha da sıxlaşıb da, təzyiq artır, sıxlıq da artır. Əksinə, qazı buradan xaric eləsəm qabdan, təzyiq də düşəcək, sıxlıq da düşəcək. Daha sonra həcm payı, kütlə payı keçən dəfə izah eləmişdik. Həcm payı fi ilə ölçülür, kütlə payı isə omega ilə ölçülür. Məsələn, qarışıqda tutaq ki, 10 litrlik qaz qarışığıdır. O qaz qarışığının tərkibində, məsələn, X qazından 5 litr varsa, bunun həcm payı 10/5, yəni 2/1 olacaq, yarısı qədər olacaq. Faizlə tapanda da eləyəcək 50%. Sadə bir şeydir. Yəni, hansı qazın həcmi nə qədərdirsə, ümumi həcmə bölürük. Məsələn, tutaq ki, 3 dənə qazdır, biri 3 litrdir, biri 4 litrdir, o biri də yenə 3 litrdir. 4 litr olan qazın fiisini tapmaq istəyirəmsə, yəni həcm payını tapmaq istəyirəmsə, bunları toplayıram, 10 litr, 4-ü də surətdə yazıram, olacaq bu dəfə 40%. Kütlə payı nədir? O dəfə kütlələri. Misal üçün, qaz qarışığının ümumi kütləsi olsun, məsələn, 2 dənə qaz qarışığı olsun, biri 60 qram, biri 40 qram. Oldu, cəmi bir yerdə 100 qram məxrəcidə yazıram. Məsələn, 60 qramlıq qazın kütlə payını tapmaq istəyirəmsə, 60 qram da yuxarıda. Sonra 100%-ə vuranda faizlə soruşsa, faizlə soruşmuşsa, olacaq 5/3, faizlə soruşursa, olacaq 60%. Yəni, qazın ümumi kütlədə olan hissəsi olacaq kütlə payı, ümumi həcmdə olan hissəsi isə olacaq həcm payı. Daha sonra M orta nədir? Orta molyar kütlə, yəni orta molyar kütləni tapmaq üçün M orta bərabərdir. Bir dənə kəsir xətti çəkirik. Yuxarısında hansı qazlar varsa, misal üçün, tutaq ki, kütləsi 32 olan qazla, məsələn, 48 olan qaz var. Hərəsindən 1 mol götürübsə, onu, yəni kütləni vururam mol miqdarına, aşağıda isə molları cəmləyirəm. Məsələn, 1/1 mol. Onda eləyəcək 80-ni də 2-yə bölərəm 40 qram. Yəni, sanki ədədi ortası elədi, hərəsindən 1 mol götürəndə. Amma, misal üçün, ola bilər ki, birindən 2 mol, birindən 1 mol götürsə, məsələn, oksigen qazı ilə ozon qazından ibarətdir. Biri 32 qramdır, biri 48 qram. 2 mol oksigen qazı, 3 molda 1 molda ozon qazı eləsin. Onda 32-ni 2-yə vururam, 48-i 1-ə vururam, 2 ilə 1-i də cəmləyirəm, 3-ü də aşağıda yazıram. Və bu şəkildə orta molyar kütləni hesablayıram. Orta molyar kütləni təkcə nüylə, yəni molla yox, həcmlə də verə bilər. Misal üçün, 10 litr bundan olsa, 20 litr bundan, onda 32-ni 10-a burada vururam, 48-i 20-yə burada vururam. Böləndə də 10 üstəgəl 20, 30 litrə bölürəm. Və yaxud da ki, kütlə ilə də verə bilər hərəsini və digər formalarda da verə bilər.
fərqli kəmiyyətlər olanda, misal üçün biri həcmlə, birinin kütlə ilə, birinin nə bilim hissəcik sayı ilə verəndə hamısını ortaqlaşdırırıq. Misal üçün, da ki, riyazi məsələlərdə belə bir suallar ola bilərdi. Məsələn, biri desin, məsələn, 1 tondan 500 kiloqramı cəmləyin. Təbii ki, siz 500-ün üstünə 1 gəlib 501 cavabını tapmırsınız. Bunları eyni cinsli formaya ya tonu kiloqrama çevirirsiniz 1000 kiloqram. Yaxud da ki 500 kiloqramı tona çevirirsiniz 0,5 ton. Yəni 1'in üstünə 0,5 gəlir 1,5 ton tapırsınız. Yaxud 1000 üstünə 500 gəlir 1500 kiloqram tapırsınız. Eyni qayda ilə də maddə miqdarı molda da belə. Tutaq ki, birin litrlə versin, birin nə bilim qramla versin, birin molla versin. Gərək hamısını eyni bir vahidə çevirəsən, sonra hesablayasan. Tövsiyəm odur ki, hamısını mola çevirin, hesablayın. Çünki mol ən kiçik ədədlər olduğu üçün daha rahatdır hesablamaq. Praktik çıxımda son olaraq izah eləyək. Bəs praktik çıxım nə deməkdir? Praktik çıxım isə eta və teta hərfləri ilə işarə olunur. Yəni, hər hansı bir, tutaq ki, eta bu hərfdir, belə deyək, quyruqluğunu, teta da onun ortasına bu şəkildə xətt çəksək, olacaq teta hərfi. Deməli, bunlar nə deməkdir? Yəni, nəzəri hesablanmış kütlənin, belə deyək də, praktik çıxan kütləyə, praktik belə deyək, əldə olunan kütlənin nəzəri hesablanmış kütləyə nisbəti. Misal üçün, hesablanıb ki, zavodda tutaq ki, 100 qram məhsul istehsal olunacaq. 100 qram deməkdə 100 ton deyək. İndi zavod deyirsə 100 ton. 100 ton məhsul istehsal olunacaq. Amma praktikada 90 ton məhsul alınıbsa, onda belə eləyəcək 90-ı böləcək 100-ə vuracaq 100%. Əgər faizindən soruşsa, faizindən soruşmasa 0,9, faizindən soruşsa 90%. Yəni praktikada alınan kütlənin nəzəri hesablanmış kütləyə nisbəti olur. Kütləyə görə praktik çıxım. Həcmə görə isə, məsələn, tutaq ki, biz hesablamışdıq ki, məsəl üçün 500 litr maddə alınacaq, amma 400 litr maddə alınıb. Onda 400-ü bölərəm, 400 litri bölərəm, 500 litrə vuraram 100%-ə, faizlə soruşduqda olacaq 80%. Yəni, praktik çıxım həcmcə olanda da, məsələn, oldu 80%. Yəni, praktik çıxanın nəzəri hesablanmışa nisbəti. Təbii ki, praktik çıxım həmişə nəzəriyyədən az olur. Çünki zavodlarda, fabriklərdə müəyyən itkilər olur. Təqribən bir 21-22 dəqiqəlik ümumiləşdirmə apardıq, amma bunu daha təfərrüatlı şəkildə 3-cü videoda vermişəm. İndi isə bu maddə miqdarı mol dərsi elə bir dərsdir ki, nə qədər nəzəri məlumat verirsə verək, istərsəməz praktik işləməmiş bunları başa düşmək çətin olur və yaxud da tətbiq eləmək çətin olur. Ona görə də nə edirik? İndi başlayırıq testlərə. Testlərin üzərindən biz başlayacağıq həmin o dediklərimiz, o nəzəri materialların izahını verməyə. Deməli, birinci başlayaq ilk testdən. Bu testləri mən özüm hazırlamışam. İndi diqqətlə baxaq testlərə və testlərin həllini işləməyə çalışaq. Deməli, deyir ki, 2 mol H2O-da nə qədər molekul var birinci sualda. Burada yenə iki üsuldan, düstur usulu, tənasüb üsuluna istifadə edilir. Tənasüb biraz asandır. Əvvəlcə tənasübü deyək. 1 mol H2O-da nə qədər molekul var? Avogadro ədədi qədər, yəni altta %2 vurulsun 10 üstü 23 qədər. Burada vurma işarəsidir. Yaxşı, bəs 2 molda nə qədər olar? 2 molda da x. X də bərabərdir. Çarpaz vuraram, 2-ni vuraram. Altdan %2 vurulsun 10 üstü 23-ə. Bölərəm 1-ə. Və deməli, burada da təqribən 1,204, burada yazır 1,204 vurulsun 10 üstü 24 qədər olar. Çünki 6, 2'nin 12 vergünü sola çevirdim, oldu 23 qalxdı, oldu 24. Cavab bu şəkildə eləyəcək. Tənasüb üsulu ilə bu, düstur üsulu ilə bəs necə eləyirik? Deməli, n molekul bərabərdir, elə birbaşa n-də yaza bilərik. N bərabərdir. Deməli, nü vurulsun n-a, yəni Avogadro sabiti vurulsun nü, bu şəkildə də yaza bilərik. Onu da belə götürürük. Deməli, Avogadro sabiti bilirik ki, 6,2 vurulsun 10 üstü 23. Deməli, mol üstü mənfi 1'dir. Mol miqdarda bizə neçə verib? 2 mol. Vururam bunda 2 mola. Molla mol üstü mənfi 1'lər silinir. 2'ni də vururam bu ədədə və nəticədə eyni tapıram. Elə eyni ədəd alınır. 1,204 vurulsun 10 üstü 23. Daha sonra keçək, bu dəfə deyir 3 mol natrium hidroksiddə nə qədər molekul var. Yenə eyni qayda ilə tənasüb üsulu ilə belə eləyə bilərəm. 1 molda Avogadro ədədi qədərdirsə, yəni 6,2 vurulsun 23 qədər molekul varsa, bəs 3 molda nə qədər olar? X. X də bərabərdir. Kəsir xətti çəkirəm. 3'ü vururam 6,2 vurulsun 10 üstü 23'ə.
Bölürəm 1-ə, bərabərdir. Təqribən 18 civarı ədəd alınacaq. Tez-tez biz variantları vurub keçə bilərik. Amma hesablanmış olsa, bir də onu deyim ki, 1-dən 10-a qədər bütün ədədləri həm Avogadro ədədinə vurun, həm də 22,4-ə vurun. Çalışın, yadda saxlayın ki, sürətli testləri işləyə biləsiniz. Deməli, olacaq 18,6 vurulsun 10 üstü 23. Bunu da çevirərəm, vergülü sola çevirəndə olacaq 1,806 vurulsun 10 üstü 24. Yəni bu sola çevrildiyi üçün 23 dəyişib olacaq 24. Bu tənasüb üsulu. Kimə ki, adətən fizikaya uyğun, daha çox riyaziyyat hesablama beyni olanlar düsturlardan daha çox istifadə edir. Amma asan üsulu tənasüblədir. Yəni sözlə başa düşərək hesablamaq yolu bu cürdür. Tənasüblə 1 molda bu qədərdirsə, 3 molda nə qədər olar? Bəs yaxşı, düsturda əzbəriyə edə bilərik, bu şəkildə də yadda saxlaya bilərik. M bərabərdir, N-a vurulsun nü düsturu. Yəni burada eləyəcək 6,2 vurulsun 10 üstü 23. Bu həmişə sabitdir. Mol üstü mənfi birlər falan yazmıram. Amma onları bayaq yazdım. Yəni onlar şərt olaraq yazmaq da olar ki, bunu silmək üçün. Daha sonra, yəni Avogadro ədədini vururam mola. Mol da neçə mol verib? 3 mol verib sualın içərisində. Vururam 3-ə və cavabı tapıram. Deməli, həmin o cavabı tapıram. 1,806 vurulsun 10 üstü 24 cavabın, yəni N-i tapmış oluram. Deməli, burada molekul sayı, birinci, ikinci suallarda molekul sayını tapmağı öyrəndik. İndi isə atom sayını tapmağa baxaq. Burada artıq fikir verin, deyir, yenə bu birinci suala bənzəyir. Deyir ki, 2 mol H2O-da nə qədər atom var? Amma birinci sualda deyir, nə qədər molekul var? İndi nə qədər atom var, onu soruşur. Atom sayını tapmaq üçün nə edirik? Deməli, atom sayı N atomda yaza bilərik. İndi birinci tənasüb üsuluna yazaq. Tənasüb üsulunda bilirik ki, 1 mol maddədə, yəni 1 mol H2O-da, bu üçüncü sualdan söhbət edir. 1 mol H2O-da nə qədər atom var? Deməli, Avogadro ədədini yazıram, 6,2 vurulsun 10 üstü 23. Bir də bunu vururam, bir dənəsində nə qədər atom var? 2 dənə hidrogen, bir dənə oksigen. 3 dənə atom var bir dənəsinin tərkibində. Yaxşı, onda 1 molunda Avogadro ədədi vur 3 şəklində olacaq. Çünki 1 molekulun içində 1 molunda bu qədər molekul var. Hər molekulunda da 3 atom var. Ona görə də bir də təzədən 3-ə vurmalıyam. 1 molunda bu qədər atom varsa, indi bunu hesablaya da bilərəm. Mən ən yaxşısı budur ki, hesablamanı sonraya saxlamaq. Bəs yaxşı, 2 molunda nə qədər olar? 2 molunda da x. X də bərabərdir. 2-ni vuraram bu hissəyə, yəni 2-ni 3-ə vuraram. 6, 6-nı da bura vuraram. 6 vurulsun 6,2 vurulsun 10 üstü 23. Bölərəm 1-ə. Cavab eləcək təqribən 36-ya yaxın ədəddə. Bunu da 10 üstü 23, 24-ə çevirəndə olacaq 3,612 vurulsun 10 üstü 24 qədər atom eləyər. Fikir verin, bayaqları biz molekul sayını tapanda, vuranda, yəni bundan daha az ədəd aldıq. Yəni, belə deyək də, bayaq molekul sayını tapanda 2-ni vurduq birbaşa Avogadro ədədinə. İndi atom sayı tapanda 2-ni Avogadro ədədinə vurduq, bir də hər molekuldakı 3 atomun sayına. Bəs yaxşı, düstur üsuluna necə eləyirik? N atomda yaza bilərik. N bərabər, deməli, Avogadro ədədini, yəni sabitini nüyə vururuq. Onu da N, yəni indekslərin cəminə. O halda belə taparıq. Deməli, Na ədədi 6,2 vurulsun 10 üstü 23-dür. Mol miqdarı 2 moldur. İndeks sayı 2/1 3-dür. Elə həmin şeydir demək olar ki, sadəcə düstur variantıdır. Bunu da hesablayanda yenə həmin cavab çıxacaq. Hər birində hər iki üsulu da göstərəcəm ki, kimə hansı uyğundursa onunla da hesablasın. Deməli, indi 4-cü suala baxaq. Deyir ki, 5 mol H-xlorda nə qədər atom var? Yenə birinci tənasüb üsuluna baxaq. 1 molunda H-xlorda neçə atom var? Bir dənə hidrogen, bir dənə xlor atomu var. Deməli, 2 atom var. 1 mol H-xlorda 2 mol, bir dənə molekulda ikisi var. 1 molunda da vurmalıyam həndə Avogadro ədədinə, yəni 6,2 vurulsun 10 üstü 23-ə. 1 molunda bu qədər molekul, 2-yə də vuranda bu qədər atom var. Bəs yaxşı, 5 molunda nə qədər atom olar? X. X da bərabərdir. 5 vurulsun bu hissəyə, yəni 5 vur, 2 vur, 6,2 vur, 10 üstü 3. Elə 5-i 2-yə vuranda 10 eləyir. Onu da bu hissəyinə heç toxunmaram. Bu elə ondalıq hissədir də. 10 üstü 24 eləmək elə 10-a vurmaq deməkdir. Yəni, yenə də yazaq, kəsir xətti çəkək. 5 vurulsun, 2 vurulsun, 6,2 vurulsun, 10 üstü 23 bölünsün 1. Bu da 5, 2, 10 deməkdir. Onu da bura gətirirəm. 6,2 vurulsun, 10 üstü 24. Yəni, artıq 10 dəfə böyük ədəd alındı. Düstur üsulu yenə deyək, M bərabərdir.
nü vurulsun, Na vurulsun, N. Yəni, burada verib 5 mol. Altdan %2 vurulsun 10 üstü 23-də NA-dır. Bunu da vururam N, yəni indekslərin sayı 1 üstə 1, 2. Elə həmin şey oldu. 5, 2, 10. Yenə cavab həmin cavab olacaq. Bu da düstur üsulu, yəni yerinə qoymaq üsulu. Daha sonra 5-ci suala baxırıq. Bu dəfə isə sualda deyir ki, 2,5 mol H2SO4-də nə qədər oksigen atomu var? Fikir verin, burada H2SO4-də ümumi atomun sayını soruşmur. Sırf oksigen atomun sayını soruşur. Yəni bunu soruşur. Hidrogeni, kükürdü soruşmur. Ancaq mən oksigen üzərində hesablama aparmalıyam. Onda mən nə edirəm? Tənasüb üsulu ilə də yaza bilərəm. Yenə düstur üsulunda. Hər iki üsulu qeyd edək. Deməli, 1 molunda nə qədər oksigen atomu var? 1 molunda 4 vurulsun, yəni 4-dən oksigen, 1 molekulda 4-dən oksigen var. 1 molunda da 4 vurulsun, Avogadro ədədi qədər var. O halda, bəs yaxşı, 2,5-də nə qədər olar? X olar. X də bərabərdir. Bu hissəni vururam bura. Onda 2,5-i 4-ə vuranda 10, onu da elə buna vuranda eləcək 6,2 vurulsun 10 üstü 24 eləcək. Qısaca desək, bunu bura vurub bölürük. Cavab tapırıq 6,2 vurulsun 10 üstü 24. Yəni 10 dəfə çox eləyir də. Bəs düstur üsulu ilə necə eləyərdik? Yenə deməli M bərabərdir N atom, N oksigen atomu bərabərdir. Deməli mol miqdarı vurulsun Avogadro ədədi vurulsun indeks. Deməli mol miqdarı nə qədərdir? 2,5. Avogadro ədədi 6,2 vurulsun 10 üstü 23-dür. İndeks bəs nə qədərdir? İndekslə baxıb görürəm ki, burada sırf oksigen soruşduğu üçün oksigen indeksi 4. Vururam bir də onu 4-ə. 4-ü 2 yarıma 10. Bunu da elə 10-a vuranda həmin o cavab çıxır. 6,2 vurulsun 10 üstü 24-ə bərabər eləyir. İndi isə burada 6-cı sualda isə deyir 2,5 mol H2SO4-də nə qədər hidrogen atomu var? Bu dəfə H2 tərəfini soruşur. Onda mən nə edərəm? Deməli, H2-ni tapmaq üçün biz bilirik ki, tənasüb üsulundan 1 molunda 2 dənə hidrogen, yəni 1 molekulunda 2 hidrogen var, 1 molunda da 2 vurulsun Avogadro ədədi qədər var. Yaxşı, onda bəs 2,5-də nə qədər olar? X. X də bərabərdir. 2,5-i, yəni çarpaz vururam 2-yə, vururam 6,2 vurulsun 10 üstü 23-ə, bölürəm 1-ə. Bu da bərabər eləyəcək 2,5-i 2-yə vuranda 5, 5-i də ona həmin o ədədə vuranda 3,1 vurulsun 10 üstü 24-ə çevirəcək. Yəni 30 civarı, bir də vergülü seçirəm, daha doğrusu çıxardıram, sol tərəfə qoyuram və 10 üstü 23-ü 24-ə çevirirəm. Daha sonra baxırıq. Düstur üsulu ilə də indi belə deyə bilərik. N hidrogen atomu bərabərdir. Nü, yəni 2,5 vurulsun N, yəni 2 indeksə. Bunu da vuraram Avogadro ədədinə və olacaq 5, yenə həmin o ədəd 3,1 vurulsun 10 üstü 24-ə bərabər olacaq. Keçək 7-ci sual. Artıq belə deyək də atom sayı, molekul sayı və tərkibindəki hər hansı bir spesifik atomun sayını bildik. İlk ikisində molekul sayını tapdıq, sonraki ikisində atom sayını tapdıq. Sonraki iki sualda da sırf hər hansı bir elementin atomun sayını tapdıq. Yəni hamısını yox, hamısını tapsaydı 7-yə vuracaqdıq. Amma oksijeni soruşanda 4-ə vurdum, hidrogeni soruşanda 2-yə vurdum. Kükürdü sorsaydı 1-ə vuracaqdım. İndi kütlə hissəsinə keçirik. Kütlədə nə edirik? Deyir ki, H2SO4-ün molyar kütləsi nə qədərdir? Biz bilirik ki, molyar kütlə elə nisbi atom, nisbi molekul kütləsinin hesablama qaydası ilə hesablanacaq. Həmişə də biz ümumiyyətlə nisbi atom kütlələrini əzbərləməməliyik. Dövrü cədvəldə də var, sualda da hazır verilməlidir. Necə ki, burada sualda hazır vermişəm. Hidrogenki 1-dir, kükürdki 32-dir, oksigenki 16-dır. Elə bu 3 dənəsinin əsasında, çünki sualların çoxusunda bunlarda elə bu 3-ün əsasında hesablayacaq. Deməli, H2SO4-ün molyar kütləsi hesablamaq üçün M bərabərdir. Görürəm ki, hidrogen 1-dir, 1 qramda. Hidrogenin 2 dənə var. Yəni 1, 2-nin 2 üstə gəl. Kükürd 32-dir, 32-dən 1 dənə var. Kükürddən 1 dənə var. 32, 1-in 32 üstə gəl. Oksigenin kütləsi 16-dır, 16-dan 4 dənə var. 16, 4-ün 64. Cəmləyəndə eləyəcək 98. Deməli, H2SO4-ün molyar kütləsi nə qədərmiş? 98 imiş. Bunu yadda saxlayaq, qarşıdakı suallarda təkrar bir də hesablamayaq. Deməli, SO3-ün molyar kütləsini bu dəfə soruşur. M bərabərdir. Yenə kükürd 32 qram. Neçədən kükürd var? İndeks olmadığı üçün deməli 1-dir. 32, 1-in 32. Üzərinə gəlirəm, oksigenin molyar kütləsi 16-dır. Yəni, daha doğrusu nisbi atom kütləsi 16-dır. 16-nı da vururam 3-ə 48. 32 üstə 48, 80. Deməli, SO3-ün molyar kütləsi nə qədərmiş? 80 qrammış.
İndi 9-cu sualda deyir ki, 2 mol SO3-ün kütləsi nə qədərdir? 2 mol SO3-ün kütləsini tapmaq üçün əvvəlcə 1 mol nə qədərdir ona baxırıq. 1 mol elə molyar kütləyə bərabərdir. 80 qram tapmışdıq bayaq. İndi 2 mol SO3-də nə qədər olacaq? 1 molu 80-dırsa, bəs 2 mol nə qədər olar? X. X də bərabərdir. 2-ni vururam 80-a, bölürəm 1-ə, olacaq 160. Deməli 160 qramdır. Düstur üsulu ilə də belə bir düstur tərtib edə bilərik. M bərabərdir. Nu vurulsun M. Yəni kütlə bərabərdir mol miqdarı molyar kütləyə vuraram. O halda yerinə qoysam mol miqdarı nə deyir? 2 mol deyir. Molyar kütlə nə qədərdir? 80 bayaq tapdıq. 2 vururam 80-a 160 olduğunu tapıram. Daha sonra biz baxaq burada 5 mol H2O-nun kütləsi nə qədərdir? Yenə əvvəlcə 1 molun kütləsi nə qədərdir? Onu yaza. 1 mol H2O nə qədər olacaq? Hidrogen 1-dir, 1 2-nin 2, oksigen 16-dır, 16 1-in 16, cəmləyəndə elədir 18. 1 molu 18 qramdırsa, bəs 5 molu nə qədərdir? X. X də bərabər olar. 5-i vururam 18-ə, bölürəm 1-ə, yəni olacaq 90. Düstur üsulu ilə də belədir. Deməli, M bərabərdir, molyar kütlə vur nü. Molyar kütləsi hesabladıq 18-dir. Bəs nüsü nə qədərdir? 5 mol. 18-i vurdum 5-ə 90. Yenə eyni cavab çıxdı. Hər bir sualda hər iki üsulu qeyd edirəm. Yəni həm düstur üsulu, həm də tənasüb üsulu. Siz özünüzə uygunu, hansı ki sizə daha rahatdır, onu da seçəcəksiniz. Deməli, indi 3 mol, deməli 11-ci suala baxaq. 3 mol SO2-də nə qədər oksigen var? Qramla soruşur bu dəfə. Belə də verə bilər sual və yaxud da deyə bilər ki, 3 mol SO3-də neçə qram oksigen var? Və bu şəkildə indi hər ikisini hesablayır. İkisi də eyni tip sualdır. Sadəcə maddələr SO2, SO3-dür. Burada sual işarəsindən sonra qramla deyib, nə qədər oksigen var deyib saxlasaydı, burada molu soruşacaq. Nə qədər deyəndə molu soruşur. Çünki maddə miqdarının vahidi moldur. Amma qramla soruşsa və yaxud da litrlə soruşsa o ayrı. Qramla soruşanda molyar kütlə, litrlə soruşanda isə bilir ki, molyar həcm, yəni 22,4 ilə bağlı hesablamalar aparmalıyıq. Deməli, biz 3 mol SO2-də nə qədər oksigen olduğunu tapmaq üçün əvvəl baxaq 1 mol SO2-də nə qədər oksigen var qramla. SO2-nin bütöv qramını tapmırıq da. O2 hissəsi tapırıq. Çünki oksigen var deyir. Deməli, 1 molunda nə qədər oksigen var? 2 atom var. 2 də 16-ya vurarım 32 qram. Deməli, 1 molunda 32 qram var. Cəmi hesablamıram. Cəmi hesablasaydım bunun cəmi kütləsi 64 qram idi. Burada soruşur nə qədər oksigen var. Kükürt soruşsaydı 32. Oksigen soruşsaydı yenə 32. Aşağıda kükürt soruşsaydı 32. Oksigen soruşsaydı 16 üçün 48. Yəni bunun bir hissəsini soruşur. Bütöv kütləni soruşmur. Yaxşı, 1 molda 32 qram, 1 mol SO2-də 32 qram oksigen varsa, bəs 3 molda nə qədər olar? X. X də bərabərdir. 3-ü 32-yə vurub 1-ə bölərəm, yəni 96 qram edir. Və ya düstur üsulu ilə bayaq düsturun yerinə qoyaram. Yəni M bərabərdir. Nü-nü 3-ü vuraram. Deməli, nəyə? Molyar kütləsində tam saymaq olmaz. Bunun tərkibindəki kütlədir 32-yə. Bu da eləyər yenə 96 düstur şəklində də qeyd edə bilərəm. Aşağıda baxaq. 12-ci sualda deyir ki, vərəqi dəyişək. 12-ci sualda deyir ki, 3 mol SO2-də neçə qram oksigen var? Baxıb görürəm ki, 1 molun tərkibində tənasüb üsuluna qeyd etsəm, 3 oksigen var. Oksigenin də kütləsi 16. 16 üçün 48. Bəs yaxşı, 3 molunda nə qədər olar? X. X də bərabərdir. 3-ü 48-ə vuraram, bölərəm 1-ə. Onda eləyəcək, deməli, 128, 144 qram eləyəcək. Və ya düstur üsulu ilə belə yaza bilərəm. Deməli, M bərabərdir. Mol vururam, yəni 3-ü vururam 48-ə, bərabər olacaq, yenə də 144. Hər ikisi də oxşar cavab tapılacaq. İndi belə deyək də 12-ci sual dəyişək, bəs nə qədər kükürt olar sorsaydı, 1 molunda 32 qram kükürt var. 3 molunda da 96 qram kükürt olacaqdı. Amma oksigeni soruşanda isə 48 3-ə vurduq. Çünki 1 molunda 48 qram var. Onda cavabı tapdıq 144 qram. 13-cü sual artıq həcmlərə keçirik. Qramları bitirdik, həcmlərə keçirik. Deməli, 13-cü sualda deyir ki, 7 mol CO qazının həcmi nə qədərdir? Bilirik ki, 1 molu 22,4 litrdir. Qazların 1 molu 22,4 litrdir. Bəs 7 mol nə qədər olar? X. X də bərabərdir. 7-ni vuraram 22,4-ə, bölərəm 1-ə, cavabı taparam. Və yaxud da düstur üsulu ilə tapmış olsam, deməli, həcm bərabərdir. V bərabərdir. VM vurulsun nü. Yəni, həcm bərabərdir. Molyar həcmi nüyə vurmaq. Bu da elə həmin şeydir. 22,4 molyar həcmin miqdarı 22,4-dür normal şəraitdə.
Mol miqdarı da 7-dir. İndi bunu biz hesablasaq görürük ki 28, 2, 7, 2-nin 14. 4, 7-nin 28, 2, 7, 2-nin 14, 6, 1, 7, 2-nin 14 deməli olacaq 156,8 litr. Yəni 7 mol miqdarı. Hər iki üsulla da belə hesablayıb tapa bilərik. İndi burada maraqlı nüans nədir? Yenə 14-cü sualda bu dəfə deyir 7 mol helium qazının həcmi nə qədərdir? Yenə elə 156,8 litrdir. Burada yaxşı, niyə 2 dəfə bu sualı yazmışam? Çünki istənilən qazın, burada məna odur ki, istənilən qazın eyni qədər molu, eyni qədər həcm tutar. İstəyirsə helium olsun, nə bilim, dəm qazı olsun, karbon qazı olsun, hansı qaz olmağından asılı olmayaraq eyni qədər 1 molu 22,4 litrdir. Deməli 5 molu 112 litrdir. Və yaxud da ki 7 molu artıq nə edəcək? 156,8 litr eləyəcək. Keçək indi tərsinə suallara. Yəni burada artıq verilib 112 litr CO2 qazı neçə moldur? Artıq bayaq moldan litrə keçirdik. İndi litrdən mola keçməliyik. Bilirik ki 22,4 litr 1 moldur. Bəs yaxşı, 112 litr, söhbət 15-ci sualdan gedir. 112 litr neçə mol olar? X. X də bərabərdir. 112-ni vuraram bilə, bölərəm, 1-ə vurmaq elə özü deməkdir. Bölərəm 22,4-ə. 22,4-ə də böləndə yadda saxlayın. Heç vaxt uzun-uzadı hesablamalar kimyada verilməz. Elə hesablamalar verir ki, rahat olsun. 22,4-dən 112 ixtisar gedər 5. Deməli, 5 mol imiş. Və yaxud da düstur usulu ilə də belə eləyə bilərik. V bərabərdir Vm vur nü deyildi. Deməli biz buradan indi nü'nü tapmaq üçün vuruq hasildir. Nü'nü tapmaq üçün bərabərdir. V bölünsün Vm düsturundan istifadə etməliyik. Yəni nü bərabərdir 112-ni bölərəm 22,4-ə. Bu da nü'nü taparam. Mən 5 olduğunu hesablayıb tapa bilərəm 15-ci sualda. Və yaxud indi aşağıdakı suala baxaq. Bu dəfə də kütlənin tərsinə olan hesablamanı aparmalıyıq. Misal üçün bizə deyir ki 120 qram SO3 neçə moldur? SO3-ün kütləsini hesablasaq 32 üstə 48 80 qram. Yəni 80 qram SO3 1 moldur. Bəs yaxşı 120 qram neçə mol olar? X. X da bərabərdir. 120-ni 1-ə vuraram elə 120 bölərəm 80-a. O da eləcək 1,5 mol. Deməli cavabı 1,5 moldan taparım. Və yaxud da düstur üsulunda bilirik ki M bərabərdir molyar, yəni kütlə bərabərdir molyar kütlə vurulsun nü düsturu var. O halda mən burada kütləni, daha doğrusu neçə mol olduğunu tapmaq üçün, yəni maddə miqdarı molu tapmaq üçün vuruq hasil. Vuruqlardan birini kənara çıxardıram, yəni nü'nü kənara çıxardıram. O halda M-i bölürəm böyük M-ə, yəni kütləni bölürəm molyar kütləyə. Bu da eləyər, kütlə verilib bizə 120 qram, molyar kütləsində tapdıq 80 qramdır. 120-ni 80-da böləndə elə 1,5 eləyər. Düstur üsulu ilə də, düsturda sadəcə birin əzbərləyəndə yerlərini dəyişirdə saxlamaq olur. Ümumiyyətlə, mən əzbərçiliyin əleyhinəyəm, düsturdansa tənasüblə həll eləmək daha rahatdır. Amma bu düsturların heç birini mən özüm əzbərləməmişəm. Sadəcə olaraq biz elə məntiqlə də bilirik ki, kütlə molun molyar kütləyə hasildir. Deməli, onda mol da kütlənin molyar kütləyə nisbəti olacaq. Yəni bunları özümüzdə hər hansı bir test zamanı özümüz belə deyək də Loro dilində desə ixtira eləmək demək, kəşf eləmək demək. Yəni onu yadımıza salıb məntiqlə qura bilərik testi işləyən zaman. Daha sonra indi burada artıq tərsinə molekul sayından neçə mol olduğunu soruşur. Yəni gördünüz bayaqları biz moldan keçirdik molekul sayına, atom sayına və yaxud da kütləyə, həcmə. İndi tərsinə həcmdən mola keçdik, qramdan mola keçdik. İndi isə molekul sayından mola keçirik. Bunun üçün nə edirik? Yazıb ki 3,1 vurulsun 10 üstü 23 sayda molekul olan su neçə moldur? X bilmirəm onu. Amma onu bilirəm ki 6,2 vurulsun 10 üstü 23 qədər molekul 1 moldur. O halda X bərabərdir. Vururam 3,1 vurulsun 10 üstü 23-ü 1-ə, yəni çarpaz vururam. Bölürəm 6,2 vurulsun 10 üstü 23-ə. 1 gedir, 10 üstü 23-lər gedir. Bunlar da 2-nin 1-ə eləyir. Yəni olacaq X bərabərdir 0,5 mol. Deməli neçə mol imiş? 0,5 mol. Və yaxud da düsturu belə yaza bilərəm. M molekul. Burada M molekul da yaza bilərik. Çünki atomdan qarışıq salmamaq üçün. Deməli, bərabərdir. Na vurulsun nü şəklində yaza bilərəm. O halda məndən indi nü'nü soruşduğu üçün nü'nü kənara çıxardıram. Deməli, N'ni bölürəm N'aya. N'ni verib mənə 3,1 vurulsun 10,23. Bölürəm 6,2 vurulsun. Na həmişə sabitdir. 6,2 vurulsun 10,23-ə bərabər ilə yenə 0,5.
İndi keçək 18-ci suala, yəni ikinci səhifəyə keçək. Deməli, ikinci səhifədə deyir ki, bu dəfə atomu deyir. Atomsa üstəmizdə 1 vurulsun 10^23 sayda atomu olan su neçə moldur? Deməli, burada biraz hesablama çətin düşəcək. Çünki bir də H2O-da bilirik ki, 3 dənə atom var hərəsində. Ona görə biraz uzun uzadı gedəcək. Ona görə hesablamanın qaydasını deyəcəm, hesablamanı tam yekunlaşdırmayacaq. Deməli, biz belə eləməliyik. 1 mol, deməli, 3 vurulsun 6,2 vurulsun 10^23 qədər 1 moldur. Bunu hardan tapdım? Bilirəm ki, 1 molda Avogadro ədədi qədər molekul var. Hər molekulda da H2O-dan söhbət gedir, sudan. Hər birində də 3 atom var. 2 hidrogen, 1 oksigen. Yaxşı, indi bunu uzun uzadıda hesablamıram. Çünki mən demişdim ki, birlik qaydası nədir? Bunu 3Na ilə işarə edə bilərəm də. 3Na, yəni 1 moldursa, 3Na o H2O atomu 1 moldursa, bəs yaxşı, 0,5Na neçə moldur? X. X da bərabərdir. 0,5-i vuraram 1-ə, bölərəm 3-ə. Bu da təqribən eləyir 6-da 1. Kəsir şəklində düşdü, amma kəsirlə də hesablama olar. Sadəcə adətən onluğa uyğun ədədlər olur. Bunu da indi biz vura bilərdik Avogadro ədədinə. Təqribən 1 tam neçə eləyəcək? 1 tam, belə deyək də, 1 vurulsun 10^23 qədər olacaq. Ondan sonra keçək 19-cu suala. 1 tam 204 vurulsun 10^23 sayda molekul olan kütlə bu dəfə qrama keçir, mola yox. Nə edirik? Biz bilirik ki, 6 tam %2 vurulsun 10^23 sayda molekulu SO3-ün kütləsi nə qədərdir? 80 qram. 80 qrama bərabərdir. Yaxşı, onda 1 tam 204 vurulsun 10^23 qədəri neçə qrama bərabərdir? X. X də bərabər olar. Bunu vuracaq və tərsinə böləcəyik. Onda olacaq, bunu təqribən 2 qatı 160 qramda bir hesablamanı aparmıram. Belə üsulla da eləyə bilər. Düsturu da təkrar demək istəmirəm. Düsturu artıq bilirsiniz. Bir də bir üsul da var. Mola keçmək, moldan ora keçmək. Məsələn, əvvəlcə bu 1,204 vurulsun 10^23 mola çevirirəm, eləyir 2 mol. Sonra 2 molda 80-a vururam 160 qram. İlk başlayanlar üçün həmişə mola keçib moldan həcmə kütləyə keçmək daha rahat ola bilər. Yəni hesablamada səhv aparmazsınız. Və yaxud da digər bir suala baxaq. Məsələn, burada verib yenə 1,204 vurulsun 10^23 sayda molekul olan H2SO4 neçə qramdır? Yenə bir neçə üsulu göstərim. Əvvəlcə belə eləyə bilərik. 6,2 vurulsun 10^23 sayda molekulu olan neçə qramdır? H2SO4-ün bayaq kütləsini hesablamışdıq, 98, daha təkrar hesablamıram. Bu qədər molekul 98-dirsə, bəs yaxşı, 1 tam burada artıq verilib ki, 1,204 vurulsun 10^23 saydası neçə qramdır? X. X də bərabərdir. Bunu vuraram, çarpaz, bölərəm digər ədədə. Onda eləyəcək 2 vur 98, yəni 100. İndi hesablamanın tam təfərrüatını yazmıram, siz özünüz hesablaya bilərsiniz. 196 qram eləyəcək. Yaxşı, bəs düstur usulu ilə necə eləyə bilərik? Düstur usulu ilə belə eləyə bilərdik. Deməli, bizdən soruşduğu nədir? Deməli, qramı soruşur, yəni M-i soruşur. M bərabərdir, bizə verib molekul sayın. Yəni, N molekulu verib. N molekulu mən Na-ya böləndə mol miqdarını tapacağım. Sonra onu da molyar kütləyə vuranda bunu tapacağım. Belə bir düstur verə bilərik. N-in yerinə qoyuruq bu ədədi, Na-nın yerinə Avogadro ədədin və molyar kütlənin yerinə də 98-i. Böləndə 2 buradan çıxır, yəni molu tapmış oluram. 2-ni vururam M-ə. Bu, bəs bunu hardan gətirdim? Biz bayaq dedik, axı, deməli, burada M bərabərdir, nü vur M-dir. Nü-nü də çevirə bilərəm, nü-nü tapmaq üçün N-i Na-ya bölməliyəm. Düstur üsulu da budur. Düstur üsulu mən hesab edirəm ki, daha uzun uzadı, ən yaxşısı tənasübdür. Bir də mən sizə dedim ki, belə də ədəddən də keçə bilərsiniz, amma mola çevirmək daha rahatdır. Mola çevirməklə necə eləyəcəksiniz? Əvvəlcə baxıb görürəm ki, 1,204 vurulsun 10^23 neçə moldur? Bilirəm ki, 6,2 vurulsun 10^23 1 moldur. Deməli, 1,204 vurulsun 10^24 yazmalıydı. Əslində 23 yazmışıq. 24-də eləyəcək 2 mol. Amma buradakı hesabla götürsəydik 0,2 mol eləyəcəkdi. Nəysə, indi 2 mol. İndi təsəvvür elə ki, bu 24-dür. Burada səhv yazılıb. Çünki mən nəzərdə tutduğum olub, sadəcə sürətli keçmişəm. 2 mol. Yaxşı, onda 2 molda 98-ə vuraram, olacaq. Yəni kütləsinə vuraram. 1 mol axı 98 qramdır. 2 molda 98-ə vuraram, onda neçə eləyəcək? 196 qrama bərabər olacaq.
Daha sonra indi keçək aşağıdakı suala. 1,204 vurulsun 10^23 sayda atom olan SO3 neçə qramdır? Bu dəfə artıq atomdan soruşur. Atomu soruşduğu üçün mən bilirəm ki, normalda indi molla çevirsək dedi daha rahatdır. Elə molla da bir üsulu göstərək. 1 molda nə qədər atom var bunun? 1 molda 2 vurulsun, deməli Avogadro ədədi qədər 2 vurulsun 6,2 vurulsun 10^23 qədər SO3 atomu var. Yəni bunu da çevirəndə eləyir. Yəni 1 molda indi 2-ni vuraq da 1,204 vurulsun 10^24 sayda atom var. Və indi buradakı 1,204 vurulsun 10^23 nə qədər atom eləyər? Çünki 10 dəfə azdır, deməli 0,1 mol atom eləyər. Yaxşı, 1 mol bu qədərdir, 0,1 mol bu qədərdir. Onda indi bizdən kütləni soruşur, neçə qram olduğunu soruşur. SO3-ün 1 mol neçədir? 80. Bəs 0,1 mol neçədir? 8 qram. Deməli cavab olacaq 8 qrama bərabər olacaq. 22-ci suala baxaq. Artıq saydan litrə çevirməyə göstərib. Deməli 1,806 vurulsun 10^23 sayda molekul SO2 neçə litrdir? Olan SO2 neçə litrdir? Mən bilirəm ki, deməli 6,2 vurulsun 10^23 qədər molekulu 1 moldur. Və yaxud da 22,4 litrdir. Onda 1,806 vurulsun 10^23 qədər molekul neçə litr olar? X. X də bərabərdir. Mən görürəm ki, bunu 0, deməli bunu vuraram bu ədədə, bölərəm bu ədədə. Onda da eləyəcək 6,72 hesablayıb tapa bilərsiniz. Burada təqribən böləndə 10,23-lər getdi, 0,3 qalır. 0,3-ü də vururam buna, 6,72 litr eləyir. Daha sonra baxıb görürük. Burada isə atomu olduqda neçə litrdir deyir. Atomu deyirsə, artıq mən indeksləri nəzərə alım. Yəni bu ədədi əvvəlcə 3-ə bölürəm ki, molekul sayını tapım. Belə də eləyə bilərəm. Hər birində fərqli üsul göstərəm ki, eyni üsulu təkrar demək. Görürəm ki, bunun bir molekulasının 3 atomu var. Bu qədər atomu indi mən çevirəm molekula. Yəni 3-ə bölərəm, olacaq 6,2 vurulsun 10^22 qədər atom. 6,2 deməli qədər molekul daha doğrusu. 6,2 vurulsun 10^23 qədər molekul olanda deməli nə qədər eləyir? 22,4 litr eləyir. Deməli bu qədər atom onda 2,24 litr eləyir. Və yaxud da mola çevirərək hesablasaq, yəni bu 23-cü sualda. Deməli deyir ki, normalda biz bilirik ki, 22, deməli 1 mol. Deməli Avogadro ədədinin 3-ə hasili. Çünki hər birində 3 dənə atom var. 3-ə hasili qədər atom var. Bəs yaxşı, burada göstərib ki, 1,806 vurulsun 10^23. 1,806 vurulsun 10^23 qədər atom neçə moldur? X. Bunu elə 3-ü bura vuranda, bunda da elə 18,6 eləyəcək də. 18,23-lər çıxsa, 18,6, 1,806 nə qədər? 10 dəfə çoxdur. Yəni bu ondan 10 dəfə azdır. Bu da eləyir X 0,1 mol. Yaxşı, 1 mol 22,4 litrsə, 0,1 mol nə qədər eləyir? 2,24 litr. Bu üsulla da həll eləyə bilərik. Daha sonra deməli 23-ü də həll elədik. Keçirik indi 24-ə. Bu dəfə litri verib atom molekulu soruşur. Deyir ki, 11,2 litr SO2-də nə qədər molekul və atom var? Biz bilirik ki, 22,4 litrdə birinci molekul tapaq, sonra atomu tapaq. Çünki 2 dənə sual verib. Biz bilirik ki, 22,4 litrdə nə qədər molekul var? Avogadro ədədi qədər 6,2 vurulsun 10^23 qədər. Yaxşı, 11,2 litrdə nə qədər olar? Onun yarısı qədərdir. İndi yəni belə vurub x qoyub tapa bilərik x. Amma x bərabərdir bunun yarısı qədər, yəni 3,1 vurulsun 10^23 qədər molekul olar. Bəs atom nə qədər olar? Atom deyəndə bir də neçəyə vurmalıyam? Hər birində, hər bir molekulda 3 dənə atom var. Deməli bunu bir də 3-ə vurmalıyam. Olacaq 9,3 vurulsun 10^23 qədər atomu olar. Digər üsullardan da təkrar izah eləmirəm, istifadə edə bilərsiniz. Məsələn, düstur üsulundan. Daha sonra 25-ci sualda indi bənzər sualda yenə deyir ki, 5,6 litr CO qazında nə qədər molekul və atom var? Bilirəm ki, 22,4 litrdə deməli 6,2 vurulsun 10^23 qədər molekul var.
Yaxşı, bəs onda 5,6 litrdə nə qədər olar? X. X də bərabərdir. 5 6-nı vuraram bu ədədə, bölərəm 2,4-ə, eləcə 1,505 vurulsun 10 üstü 23. Deyə bilərsiniz, müəllim necə sürət hesablayır? Elə 5 6 bunu vuranda böləndə bunun 4/1 deməkdir. 22,4-ə böləndə, yəni bunun 4/1 hissəsi. Bu da elə 1,505 vurulsun 10 üstü 23. Və ya belə də eləyə bilərdik. 22,4 litr 1 moldur. 5,6 litr neçə mol eləyər? 0,25 mol. Yaxşı, onda bizə deyir ki, 1 molunda Avogadro ədədi qədərdirsə, yəni 6,2 vurulsun 10 üstü 23 qədər molekul varsa və 0,25 molunda nə qədər molekul olar? 1,505 vurulsun 10 üstü 23 qədər molekul olar. Hər molekulda da CO qazında nə var? Hərəsində 1 karbon, 1 oksigen, 2 atom var. Nə qədər molekul və atom var soruşur. Atom hissəsi üçün də bu molekul sayını bir də 2-yə vurmalıyam. 2-yə vuranda üstəmizdə 1 vurulsun 10 üstü 23 qədər atom olduğunu tapa bilərik. Daha sonra keçək burada artıq qramla verib 8 qram oksigen qazı nə qədər həcm tutar? Oksigen qazı O2 qazıdır. O2 qazının kütləsini hesablasaq 16 için 32 qram. Yəni bunun molyar kütləsi 32 qramdır. 32 qram 22,4 litr tutursa, çünki 32 qram 1 moldur, o da 22,4 litr edir. Və 8 qram nə qədər həcm tutar? Onda x də bərabərdir 8 22,4-ə vurub 32-yə böləndə deməli eləyəcək 5,6 litr həcm tutar. Və yaxud da bilirik ki 32 qram 1 moldur, 8 qram 0,25 mol eləyər. Əgər 1 molu 22,4 litrdirsə, bəs 0,25 mol neçə litr eləyər? 5,6 litr. Bu üsulundadır. Yəni əvvəl mola çevirib moldan da keçid eləyə bilərik. Aşağıdakı suala baxaq. 24 qram ozon qazı nə qədər həcm tutar? Ozon qazı O3-dür formulası. Bunun da kütləsi 16 üçün 48 eləyir. 48 qramı, yəni molyar kütləsi 48 isə 48 qramı 22,4 litrdir. Bəs burada verir 24 qram neçə litr olar? X də bərabərdir. 24-ü 22,4-ə vurub 48-ə bölərəm 11,2 litr olduğunu taparım. Daha sonra indi 28-ci suala baxaq. Deyir ki 44,8 litr ozon qazının kütləsi nə qədərdir? Bilirəm ki 1 molu 22,4 litrdir. 22,4 litri nə qədərdir? Bunun molyar kütləsini hesabladı. 16 üçün 48 elədi. 22,4 litri 48-dirsə, bəs 44,8 litri neçə qramdır? Çünki bizə 44,8 litrin soruşur. Bu da eləcə x də bərabərdir. 44,8-i 48-ə vurub 22,4-ə bölərəm 96 qram eləyər. Daha sonra burada indi deyir ki 67,2 litr oksigen qazının kütləsi nə qədər olar? Biz bilirik ki 22,4 litri oksigen qazının kütləsi O2, yəni 32 qram idi. Bəs yaxşı 67,2 litri neçə qram olar? X də bərabərdir. 67,2-ni 32-yə vurub 22,4-ə bölsək, eləyəcək 96 qram. Və yaxud da mollandır. 67,2 litr 3 moldur. 1 mol 32 qramdırsa 3 molu 96 qram. Bu şəkildə də tapa bilərdik. İndi 30-cu suala keçirik. Ozonun sıxlığı oksigendən neçə dəfə çoxdur? Biz dedik ki, bayaq nəzər hissədə molyar kütlə ilə sıxlıq düz mütənasibdir. Ozonun kütləsi neçə idi? 48. Oksigenin kütləsi neçə idi? 32. Deməli, bunların kütləsi neçə dəfə fərqlənirsə, sıxlığı da o qədər fərqlənəcək. Ozonun sıxlığı oksigenə neçə dəfə çoxdur? Yəni 48 32-dən neçə dəfə çoxdur da deyə bilərik. 48-i bölərəm 32-yə, eləyər 1,5. Deməli, ozonun sıxlığı oksigenin sıxlığından 1,5 dəfə çoxdur. 31-ci suala baxaq. 31-ci sualda deyir ki, SO2-nin sıxlığı O2-dən neçə dəfə çoxdur? Elə eyni sual deməkdir. SO2-nin kütləsi 32 üstü 32, yəni 16 üçün 32, elə də 64 qram. Oksigenin kütləsi isə 32 qram. Yenə də 64 qram 32 qramdan neçə dəfə çoxdur? 2 dəfə çoxdur. Deməli, sıxlığı da elə 2 dəfə çox olmuş olacaq. Yəni, molyar kütlə neçə dəfə çoxdursa, sıxlığı da o qədər çox eləyər. Daha sonra vərəqi yuxarı çevirək ki, qoy suallar düşsün. İndi baxaq, deməli, SO2 qazının DH2, D helium, DO2. Bu nə deməkdir? D nisbi sıxlıq deməkdir. Yəni hidrogenə görə, heliuma görə və oksigenə görə nisbi sıxlığını hesablayın. SO2-nin qazının kütləsini taparam. 32 üstü 16 üçün 32, 64 qram. Yaxşı, indi hidrogenə görə nisbi sıxlığını tapmaq üçün, yəni DH2-ni tapmaq üçün bu 64 qramı hidrogenin kütləsi neçədir? 2. 2-yə bölərəm. Deməli, hidrogenə görə nisbi sıxlıq 32. Heliuma görə indi də bir-bir hər birini yazmıram. 64-ü bölürəm. Heliumun kütləsi 4-dür. 16, deməli heliuma görə 16.
Oksigenə görə də oksigen kütləsi 16,2-nin 32-dir. 64-ü bir də bölürəm 32-yə, bu da eləyir 2. Deməli, oksigenə görə də nisbi sıxlığı 2-yə bərabər olacaq. Sonra keçid eləyək 33-cü suala. Oksigen qazının kütləsini birinci tapıram. Yenə burada da 16,2-nin 32. Deməli, 32 qramı əvvəl hidrogenə görə nisbi sıxlığı, deməli, heliuma görə nisbi sıxlığı və SO2-yə görə nisbi sıxlığı. Deməli, 32 qramı əvvəlcə hidrogen kütləsi neçədir? 2. 32-ni 2-yə bölərəm 16. Heliuma görə heliumun kütləsi 4-dür. 32-ni 4-ə bölərəm 8. SO2-nin kütləsi isə 64-dür. 32-ni 64-ə bölərəm, bu da eləyir 0,5. Yəni, hidrogenə görə nisbi sıxlığı 16, heliuma görə 8, SO2-yə görə nisbi sıxlığı 0,5-ə bərabər olacaq. 34-cü sual. Rho bərabərdir 2,5 qram litr olan qazın molyar kütləsi nə qədərdir? Deməli, Rho, birinci bu düsturu xatırlayır, Rho bərabərdir. Deməli, M bölünsün 22,4 düsturu var idi. Yəni, molyar kütlənin 22,4-ə böləndə Rho eləyir. İndi burada Rho-nu verib, yəni 2,5 olduğunu verib. Bizdə isə molyar kütləni soruşur, yəni M-i soruşur. 22,4-də bəllidir. Yəni, burada bölünən qismətdə də biz bunların ikisini vursaq, molyar kütləni taparıq. 2,5 22,4-ə vuranda 56 edir. Yəni, M bərabərdir 56. Yoxlasaq 56-nı 22,4-ə böləndə 2,5-ə bərabər olar. Deməli, bu qazın molyar kütləsi nə qədərdir? 56-dır. İndi aşağıdakı 35-ci sualda bənzər sualdır. Deyir ki, Rho bərabərdir 1,125 olan qazın molyar kütləsini tapın, yəni M-i tapın. Belə bir düstur var, Rho bərabərdir M bölünsün 22,4, yəni molyar kütlənin 22,4-ə bölündə Rho alınır. Rho-nu da hazır verir, 1,125 bərabərdir M bölünsün 22,4-ə. O halda bölünən qismət, yəni mən bölünəni tapmaq üçün böləni qismətə vuraram, 1,25-i 22,4-ə vuraram. Bu da eləyər, yəni M bərabərdir 28 eləyər, yəni molyar kütləsi 28-ə bərabər olacaq. 36-cı suala baxaq. 2 mol O2 və 22,4 litr CO2-dən ibarət qazın M orta, yəni orta molyar kütləsini tapın. Biz bu tip suallarda nə demişdik? Demişdik ki, eyniləşdirməli. 2 molla 22,4-ü hesablaya bilməliyəm. Ya bunu mola çevirməliyəm, ya da bunu litrə çevirməliyəm ki, eyni kəmiyyətləri olsun, sonra hesablayaq. Yəni, fərqli kəmiyyətləri əvvəlcə eyni kəmiyyətə gətirməliyəm. Demişdik ki, rahat olanı budur ki, çünki 22,4 böyük ədəddir də, ən rahat odur ki, hamısını mola çevirəsən. 2 mol oksigen 23,4-ü mola çevirəndə neçə eləyir? 1 mol 23,4 litrdir. Elə 23,4-ü də 23,4-ə böləndə 1 mol eləyir. Yəni 2 mol oksigen, 1 mol da CO2 qazıdır. Bunun orta molyar kütləsini tapmaq üçün M orta bərabərdir. 2-ni vururam 32-yə, yəni surətlərdə bunların kütləsini moluna vururam. 2 32-nin 64. 1, bu da kütləsi 44 ilə 12 üstə 32, 44. 1, 44-ün də 44. Bunu da bölərəm mollara. 2 mol budur, 1 mol bu. 2 üstə 1. İndi bərabərdir. 64, 44, 108-i bölürəm 3-ə. Yəni, yuxarıda kütlələri mola vurub yazdım. Aşağıda isə mollara böldüm. 108-i də 3-ə böləndə təqribən eləyir 36. Deməli, 90, o 108. Bəli. Deməli, orta molyar kütlə neçə qramdır? 36 qrama bərabərdir. Yenə buradakı sualda işləyək. Ən sonuncu sual, 37-ci suala baxırıq. Deməli, deyir ki, 5,6 litr O3 və 8 qram O2-dən ibarət qazın M ortasını tap. Hər ikisi molada çevirə bilərəm və yaxud da bunu qrama və yaxud da bunu litrə də çevirə bilərəm. Gözəl yol odur ki, 5,6 litr 22,4 ilə böləndə deməli bu olar 0,25 mol ozon, 0,25 mol ozon. 8 qramda bunun 32 qram 1 molsa 8 qram neçə moldur? O da 0,25 mol. 0,25 molda oksigen. İndi bunun M ortasını tapmaq üçün M orta bərabərdir. Ozonun kütləsi 48-dir. 48-i vuraram 0,25 mola. Üstünə gələrəm. Oksigen kütləsi 32-dir. Bunu da vuraram 0,25 mola. Bölərəm 0,25-ləri də cəmləyərəm aşağıda 0,5 mol. Cəmi bir də 0,5 üstə 0,5 eləcək 0,5. Deməli, bu elədi 12, bu elədi 8, bu da elədi 0,5. Böləndə, deməli 12, 8, 20, 20 də 0,5-ə böləndə 40. Yəni, bunların orta molyar kütləsi eləyəcək 40-a bərabər olmuş olacaq. Deməli, 37 sual işlədi. Bu suallar əsasında, çünki maddə miqdarı mol dərsi suallarını, yəni praktiki işləməsəz, bundan əlavə test toplusunda da xeyli sual var. Bu sadəcə nümunə sualları idi. Yəni, belə deyək də, ən çox tələb olunan, məsələn, atom, molekuldur, kütlədir, molyar həcmdir, sıxlıqdır.
Daha sonra burada bir-iki suallar düşməyib. Hansı ki, fi ilə bağlı olan sual, həcm payı, nə bilim, kütlə payı, yəni omega fi, daha sonra eta, teta, yəni praktik çıxımla bağlı suallar. Onlar da ki, ətraflı həmin o suallar onsuz da test toplusunda çoxlu olduğu üçün test toplusu videolarına bir daha baxarsınız. Sağ olun, növbəti dərslərdə görüşənədək.